Kalbimde niye bu kadar anlaşılmazlıklar var? Sen git kalbine, söhbət elə. Bax, o fikirləri dinləyirsən, ya anlaşılmazlıkları. Kur'an'da bir cümle var. Kısa bir cümledir. Cümlelerin içinden çıkıp, daha doğrusu. Deyir, sədəfin qabığı xeyli bərk olur. Odur ki, içi de dürlə doludur. Bərk daşlar içində gizlənər. Gövhər çətinliklə əldə edilir. Bax, Kur'an'ın sinəsində aydın cümlələr belə çətinliklə əldə edilib. Və deyilir, insan öz daxilində Rəbbi ilə dəy qalır, qulaq qəlbə yaxın alır. İndi sən qəlbində o fikirləri kənara qoy, Allah gör orada. Denə, ya Rəbbim, harada səhv etmişəm, mənə bağışla. Nə olar, bunların sirrini mənə açıqla. Qəlbinə git.